Bir de. Oh no! Cənab Prezident, üzünüzə demək olmasın. Son vaxtlar yaman güclənmisən. Sənin də üzünə demək olmasın. Sən də axır vaxtlar yaman yaltaqlaşmısan. Deyəsən, Rəsulun təsirinə düşmüsən. Arni, darıxıram. Cənab Prezident, telegram var. Təcili? Nelson Mandela'dan. Görək bu qarabala yenə də nə yazır? Bu həftə artıq 4-cü məktubdur ki, göndərir. Gündə ağlına bir şey gəlir. Nədir? Nə yazır? Canım gözüm buş. Son vaxtlar yaman darıxıram. Görürsən də, təkcə mən darıxmıram. Buna görə də fikirləşdim ki, bir dəfə xalq musiqi festivalı keçirsək, heç də pis olmazdı. İstəyirəm ki, səni, ölkəni bu dəfə də əsl Amerikalılar, yəni hindular təmsilləsinlər. Cəmaatın işi gücü yoxdur. Məndən hindu istəyir. Bəs bilmir ki, hinduları elə o vaxt sonuncu nəfərinə kimi qırmışıq. İndi hindunu hardan tapım? Mənim bir tanışım var. Restoranda ofisant işləyir. Yaman aferistdir. Lazım gəlsə, Antarktidadan pingvinləri gətirər. Özü də hərməni görəndə qəribə bir atdan çağırır. Reis qardaş. Rəsul deyirsən? Əla, danış onu göndərək. Yoxsa bütün dünya biləcək ki, Amerikada bir dənə də olsun hindu qalmayıb. Bəlkə sən özün gedəsən? Cənab Prezident, canla başla gedərdim. Amma Terminatordan sonra hamı məni tanıyır. Cəhənnəm, get danış, gör başımıza nə gəlir. Yes, sir. Reis, qardaş, Həsənin başına laf əməlli başlı hava gəlib. Həsən nədən? Bu heç cür mümkün deyil. Yaxşı, nə qədər istəyirsən? Lazımdırsa, laf belə Çinkaçkun doğma halası oğlunu gətir. Puluna minnətə qardaş. O qədər də sifət dəyişmişəm ki, lazımdır özüm indi isə dönüm. Özün bil, məndən də yaxşı bilirsən ki, hindu qəhətə çıxıb. Özü də sənə heç olmasa 3-4 dənə bədbax lazımdır. Özü də sənə əldə qayırma kitay malı vermirəm. Əsl hindu, orijinal. Deyəsən baha deyirsən. Ağzında deyirsən ki, onlar hələ üstəlik oxumalıdırlar. Ona görə də laf əla qiymətdir. Aptaboydan al geçsin, vallahi ucuz verirəm. Yaxşı, yaxşı. Amma tez bazar. Arxayın get. Hindular, bu bədbaxlar sənin qulluğunda uji hazır. Oyan boyan eləsən, əngini əzəcəm. Neysə, hesabı de. Bax qardaş, bir dənə kofe, bir dənə də pirojna. 98 dollar 2 sent. Doğrudan da aferisti. Uşaqlar, Rəsuldan mesaj gəlib. Nəhayət ki, Amerika bizə dəstək verdi. Hurra! Rəsul yenə də bizimlə məzələnir. Amerikadan təzə qayıtmışıq. Görmədiniz başımıza nə oyun açdılar? Amerikadakıların gözlərini qabar eləmişik. Bizi elə hava limanından geri qaytaracaqlar. Aha.
Deyirəm də, bizim bu Rəsul doğrudan da kəllədir. Yazır ki, ora Hindu paltarında getməliyik. Əla fikirdir. O cür olsa bizi hiç kim tanımayacak. Düzdür, bizə tribuna lazımdır. Ora çıxan kimi Hindu paltarında da olsaq, öz sözümüzü deyəcəyik. Axı bizim səsimiz yoxdur. Niye? Benim bülbül kimi sesim var. Oxu görüm. Karpuz kestim yiyen yok. Saxla. Bizi qarğa festivalına dəvət edəndə səni göndərərik. Hesab edirəm ki, meyxana deyək. Özü də etibar. Bu məsələdə sənin təcrübən var. Pənaha bir-iki qafiyə öyrədərik. Mənimsə dahiliyimə heç kimin şübhəsi yox. Bəs deyirdin gələcəklər? Gələcəklər, söz veriblər. Pullarını əvvəldən alıblar. Axmaq, adam da artistə əvvəldən pul verər. Lady and gentlemen, beləliklə İsa uzun lələk, ehtibar sifəti narazı və panax başı qarpızlı sizə Hind xalq folkloru təqdim edir. DJ please. Yığışıb bugün hamı festivala. Bu nədir Allah, yekə kişisən? Lələyli qabağa qoy gəl qarara. Bu nədir Allah, yekə kişisən? Hamı işləyir sən isə avara. Bu nədir Allah, yekə kişisən? Sən 31-də gezirsən, pənaha yağla gezir. Mən bir reis olaram, sən də yanımdakı gizir. Hər mitində sənin daz başvu dubinkalar əzir. Bilmirsən ayısa qaçasan hara. Bu nədir Allah, yekə kişisən? Lələyli qabağa qoy gəl qərara. Bu nədir Allah, yekə kişisən? Hamı işləyir sən isə avara. Bu nədir Allah, yekə kişisən? Sən rəis olsan da mən sənə rəis demərəm. Siyasət aləmində öz sözümü mən deyənəm. Öz 31-imlə mən Mercedes və qaz edərəm. Sıxıb ataram səni tıratuara. Bu nədir Allah, yekə kişisən? Lələyli qabağa qoy gəl qərara. Bu nədir Allah, yekə kişisən? Hamı işləyir sən isə avara. Bu nədir Allah, yekə kişisən? Titanik batıdı ama ortada sövülen budur. Konak qabağına çıxan həmişə çörəklə duzu. Mercedes 31'i atın pasa 3 tuzu. Gəlin sizi fena çəksin qumara. Bu nədir Allah, yekə kişisən? Lələyli qabağa qoy gəl qərara. Bu nədir Allah, yekə kişisən? Hamı işləyir sən isə avara. Bu nədir Allah, yekə kişisən? Saxla, saxla. Bu nə biabırçılıqdır, Arni? Axı sənə demişdim ki, düzəməlli ansambl gətir. İnanmıram ki, bizim ulu babalarımız belə mahnılar oxuyublar. Qəzəblənməyin, şef. İndi hər şeyi aid elərik. Bir ətək pul almısan, bu nə biabırçılıqdır? İstəyirsən ki, sənə təcili yardım gəlsin? Ağa bala hirslənmə. Bu saat düzələcək. Lazım olsa özüm səhnəyə çıxacağam. İndiyə kimi sizdən bir xeyir görməmişəm. Mənsiz bir iş də görə bilmirsiniz. Meyxananı belə deyərlər. DJ please.
Camaat qaçıb gedir sən gələndə izdihama. Lələyin çox olsaydı oxşayardın hinduşkama. Hər mütliqdən mütliqə yaman ağzın gəlir tamam. Askibin şüşəsi ağ qolupu qara. O nədir alay yekə kişisən? Lələyini qabağa qoy gəl qərara. O nədir alay yekə kişisən? Hamı işləyir sən isə avara. O nədir alay yekə kişisən? Sən dediyin sözlər heç yaraşmıyır yaşıva. Mənə sən lağ edirsən bir baxkınan öz başıva. Eşitdim dünən axşam axtır çıxıbdır qaşıva. O tüklə heç kim düşməyibdi dara. O nədir alay yekə kişisən? Lələyini qabağa qoy gəl qərara. O nədir alay yekə kişisən? Hamı işləyir sən isə avara. O nədir alay yekə kişisən? Mənim ağ yüküm çoxdur, amma mən heç danışmıram. Əlinlə dalaşmışam, üçüncü barışmıram. Qafiyəniz zəifdir, mən sizinlə yarışmıram. İsa etibar hara, pənah hara. O nədir alay yekə kişisən? Lələyini qabağa qoy gəl qərara. O nədir alay yekə kişisən? Hamı işləyir sən isə avara. O nədir alay yekə kişisən? Gelmişi Amerika'ya çok sağ ol diye Resul'a. Olsun ki meyillidir kardeşimiz biraz pula. Festival kurtarsaydı tez bizi verirdi yola. Görmüştük Bakı Gence ve Astara. O nədir alay yekə kişisən? Lələyini qabağa qoy gəl qərara. O nədir alay yekə kişisən? Hamı işləyir sən isə avara. O nədir alay yekə kişisən? Sənin vaxtın çatıbdır, ay etibar getkir duşa. Mənimsə sözüm vardır bizim bu möhtərəm quşa. Hər prezident görəndə mənim qəlbim gəlir duşa. Şəklini çəkib asacam divara. O nədir alay yekə kişisən? Lələyini qabağa qoy gəl qərara. O nədir alay yekə kişisən? Hamı işləyir sən isə avara. O nədir alay yekə kişisən? Schwarzenegger qalıb, amma adın salmayırsız yada. Onun kimi güclü oğlan var mı görən dünyada? Sen bir ada bak Arnold, kurban olup mən bu ada. İl boynu sındırar o bir udara. O nədir alay yekə kişisən? Lələyini qabağa qoy gəl qərara. O nədir alay yekə kişisən? Hamı işləyir sən isə avara. O nədir alay yekə kişisən? Baxdım mən bu uşaqlara, axır ki gəldim qərara. Bu nədir ala, yekə kişisən? Bu dəqiqə məsələni aydınlaşdıraram. Resul, qadın alım. Ulan bu kostyumu yadgar saxlayım. Çox xoşum gəlir. Sorry mister. Buralarda... Əlləmi istər salıbsan, gic. Sizi? Ne yaxşı ki sizi gördüm. Mənə ağ ev lazımdır. Ağ ev? Sən hara? Ağ ev hara? Xeyr ola. Heç məni orada sılamaq istəyirlər. Hindu festivalında. Bu Amerikanın laf zibili çıxıb esən. Bütün bədbaxları bura yığırlar.